Evdə hər deşikdən, hər dəlikdən, trapdan, rozetkadan, bilmirəm, hər yerdən tüstü gəlir. Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik. Düşündük ki, alov ətrafı bürüyəcək. Bu fikirləri trendə açıqlamasında dünən axşam saatlarında Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsində yanğını baş verən çoxmərtəbəli yaşayış binasının sakini jurnalist Heydər Mirzə deyib. Cəmaət, mən sizə deyim, alovdan ölmək tüstüdən ölməkdən yaxşıymış. Daha bunun axırı nə olacaq bilmirəm. Bizi gəlib buradan çıxarda biləcəklərmi bilmirəm. Amma vəziyyət belədir. O qeyd edib ki, evi binanın 12-ci mərtəbəsində yerləşir. Hadisə baş verəndə 5-ci mərtəbəyədək özümüz düşdük. Daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə yuxarı qayıtdıq. Sakin bildirib ki, evin qapısı yaş dəsmallarla izolyasiya edilib. Yanğının mənbəyi restoran olub. 2010-cu ildən binada yaşayıram. Loft restoranı 2 il öncə burada açılıb. Restoran sahibi binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Yanğın təhlükəsindən əlavə hər gün 5-ci mərtəbəyə qədər səs-küy, musiqi gəlir. Heydər Mirzə vurğulayıb ki, bir ay öncə restoran hibrid maşınların elektrik doldurma dayanacağına quraşdıraraq generatoru zirzəmidə yerləşdirib. Deməli, Mirəli Seyidov küçəsi 19A. Binada naməlum səbəbdən yanğın var. Biz aşağı düşəmirik. Vəziyyət belədir, təxminən. Bax, belədir. 3 gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə adamı döyüblər. Heydər Mirzə məsələ ilə bağlı bir müddət əvvəl Yasamal rayon məhkəməsinə müraciət etdiklərini əlavə edib. O qeyd edib ki, 1-ci instansiya məhkəməsi loftun xeyrinə qərar çıxartdığından sakinlər olaraq apellyasiya instansiyasına müraciət etməyi planlaşdırıblar. Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.